Bəzi hallarda artıq gördüklərimizə belə inanmaya bilərik. Çünki həmin video süni intellekt vasitəsilə hazırlanıb, lakin biz onu seçə bilmirik. Bəli, burada söhbət, foto, video və audio materiallar yeni reallığı əks etdirməyən görüntülər son vaxtlar daha çox müzakirə olunur, dəyərli izləyicilər. Bəzən bu, belə deyək, materiallar o qədər real görünür ki, həqiqətlə saxtanı ayırmaq müəyyən qədər çətin olur. Təbii ki, çətin olur. İndi bu kimi halların qarşısını almaq və insanları görüntü və səs hüquqları ilə təmin etmək, daha doğrusu onları qorumaq üçün qanunvericilikdə yeni dəyişikliklər təklif olunur, hörmətli tamaşaçılar. Mövzu ilə bağlı hazırladığımız süjeti təqdim edirik sizə. Son vaxtlar süni intellektlə hazırlanan saxta foto və videoların sayı sürətlə artır. Artıq texnologiya elə inkişaf edib ki, bəzən həqiqətlə saxtanı ayırmaq çətin olur. Hətta bir neçə saniyə ərzində insanın üzünü dəyişmək də mümkündür. Son zamanlarda süni intellekt vasitəsilə yaradılan foto və videoların sayı həddindən artıq çoxalıb. Hətta bəzən insanların simasını elə dəyişirlər ki, bunun həqiqət yoxsa süni intellekt olduğunu aid etmək belə çətinləşir. Elə biz də bu görüntülərdə süni intellektdən istifadə etməklə mənim simamı dəyişdik. Həmçinin məqsədimiz də odur ki, nəticənin nə qədər real olduğunu tamaşaçılara göstərək. Məhz bu texnologiyadan necə gəldi istifadə edən və şəxslərin razılığı olmadan, onların görüntüsündən yararlananlara qarşı məhdudiyyətlər tətbiq oluna bilər. Bu məsələ Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Əgər həmin əməl ilk dəfə törədilirsə və həmçinin qeyd olunan müvafiq o hissədə ifadə olunan kimi formatda konkret xüsusi məqsəd güdmürsə, bu halda əlbəttə onun cəza ilk növbədə deməli 7000 manata qədər cərimə nəzərdə tutulur və həmçinin 360 saatdan 480 saata qədər ictimai işlər, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və 3 ilə qədər azadlıqdan məhrum etmə. Layihədə həmçinin qeyd olunub ki, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə, 2 və ya daha çox şəxsə qarşı həyata keçirildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədi daşıdıqda, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünə və ya yaxın qohumlarına qarşı törədildikdə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər. Qanuna dəyişiklikdə o da göstərilib ki, süni intellektlə hazırlanan foto, video və audio materiallar kütləvi yayınlandıqda onların süni intellekt vasitəsilə hazırlandığını göstərən, aydın şəkildə və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.